Herkese salam. Mən bugün martın 2-sində olan imtahanın mətn suallarına baxacağam. Sabah imtahan verəcək olan abituriyentlər və aprel ayında imtahan olacaq məzunlar və 9 siniflər də videodan faydalana bilərlər. Deməli, mətnimizin adı ilk addımlardır. Mən mətni oxuyacağam, amma əgər mətni oxumusunuzsa, yəni bu hissəni irəli verə bilərsiniz. Aha. Gəmidə və tikintidə çalışdığım işlərdə ağzım yanandan sonra özümə uyğun iş tapa bilmirdim. Əmim oğlu məni gəmiyə qaytarmaq üçün nə qədər çalışsa da razı olmadım. Nəhayət küsüb dedim. Veyl gəzməyə adət etmisən, daha səndən adam olmaz. Bir dəfə axşamüstü evimizə səmtlənərkən mənim kimi teatra həvəs bəsləyən bir neçə gənclə rastlaşdım. Sabah axşam gələrsən təzəpirin üst tərəfinə, Rəhim bəy Məmmədovgilə. Orada rol bölüb məşq edəcək dedilər. Səhər ora getdim. İzahat verdilər ki, təhsilini davam etdirmək istəyən bir neçə yoxsul tələbənin xeyrinə tamaşa vermək istəyirlər. Nəriman Nərimanovun rejissorluğu ilə onun Dilin Bəlası komediyasını oynamağı qərara aldıq. Rollar paylandı. Rəsul rolunu mənə verdilər. Piyesi lazım olan paltarların tapılmasını da mənə tapşırdılar. Kişi paltarlarını bir təhər tapdım. Qadın paltarlarından ötürü kimsəyə ağız açmaq olmazdı. Odur ki, evdən nənəmin, xalalarımın paltarlarını oğurlayıb aparmaq fikrinə düşdüm. Gecə onların otağına keçdim. Paltarlarını götürüb sabah teatra apardım. Beləliklə ilk dəfə Rəsul rolunda səhnəyə çıxdım. Tamaşa uğurla keçdi. Evə gəlib istədim gizlincə paltarları yerinə qoyam. Qapını açar-açmaz qadınlar üstümə hücum etdilər. Elə bu qalmışdı ki, bizim paltarlarımızı oyunbazxanalara aparıb xalqa göstərəsən. Utanmaz. Tamaşanın uğurla keçməsi ilk dəfə səhnəyə çıxmağım məni sevindirsə də, evdə abrumu almaları keyfimə soğan doğradı. Səhər qohum əqrəba bizim evə yığışmışdı. Sözə dayım oğlu Neymət başladı. Hüseyin qulu, bu bir yol deyil sən gedirsən. Ana bacının paltarlarını aparıb xalqa göstərmək hansı qeyrətə sığar? Sabah xalq bizə nə deyər? İndiyə qədər elədiklərini biz sənin üçün keçirik. İstəyirsən, xalq arasında hörmətin olsun, gərək məktəbdən, teatrdan əl çəkəsən, məsciddə ibadət sənə yetər. Bunları etməsən bizim Hüseyin Qulu adında qohumumuz yoxdur. 2 gün bu sözlərin təsirilə fikirli dolaşdım. 3-cü gün yolda Nərmanovla qarşılaşdım. Vəziyyəti ona danışdım. O dedi, xalqa qulluq etməyi, xalqın da səni dəyərləndirməyini istəyirsənsə, avam cəmaatın, qohumların zərbəsinə dözüb səhnədə çalışmalısan. Bizim səhnəmiz belə qalmayacaq, yüksələcəkdir. Gün gələcək xalqımız bizim səylərimizlə savadlanacaq, cəhələtdən uzaqlaşacaq. Bugün cəmaat sənin kimi xalqın gələcəyi üçün yolundan dönmədən çalışan gənci döyüb söysə də, vaxt gələcək alqışlayacaq. Əqidəndə möhkəm ol. Nərmanovun hər kəlməsi güvən ifadə edirdi. Düşüncələrimdəki buludlar dağıldı. Fikrim qəti idi. Teatrı buraxmayacaqdım. İndi başlayaq sualların izahına. Deməli, mətnə sizdən səbəbini müəyyən etmək mümkün deyil. Hüseyin Qulunun oğurluğunun. Bunun səbəbi var idi mətndə, çünki o paltar axtarırdı, ona görə bunu bilirik. Deməli, A deyil. Bəyə baxaq, bir neçə gəncin Hüseyin Qulunu Rəhim bəy Məmmədovgilə dəvət etməsinin, bəli, bunun da səbəbi var idi. Çünki orada tamaşa ilə bağlı məlumat verirdilər, ona rolları bölmüşdülər, ona görə B də deyil. C-yə baxaq, teatr həvəskarlarının tamaşa təşkil etməsinin, bəli, bunun da səbəbi var idi. Çünki orada pulu olmayan tələbələrə yardım məqsədi ilə təşkil olunmuş bir teatr idi, ona görə C də deyil. D-yə də baxaq, Hüseyin Qulunun yolda Nərmanovla qarşılaşmasının, bəli, bunun səbəbi yox idi. Çünki yəni yolda gedir, anidən qarşısına çıxır, yəni bunun səbəbi yoxdur. Y-yə baxaq, qohumların qəzəbinin, bəli, bunun da səbəbi var idi. Çünki o, yəni nənəsinin, xalasının paltarlarını götürmüşdü, ona görə cavabımız olacaq D variantı. Növbəti suala baxaq. Mətndə üzərində rəqəm yazılmış sözlərlə bağlı uyğunluğu müəyyən edin. Gəlin indi əvvəlcə sözlərə baxaq. Deməli, bizim burada 2 dənə sözümüzün üzərində rəqəm var. Biri keçdim sözüdür burada. Yəni, gecə onların otağına keçdim. Paltarlarını götürüb sabah teatra apardım. İkinci sözümüz isə buradadır. Deməli, nə deyir? İndiyə qədər elədiklərini biz sənin üçün keçirik. Deməli, birincidə sadəcə olaraq yəni, otağına keçdim, yəni otağına yönəldim mənasındadır. İkincidə isə yəni günahın bağışlamaq mənasındadır. İndi gəlin buna uyğun olaraq testə baxaq. İndi sualımıza baxaq. Deməli, birinci sözümüz otağa keçmək idi, ikinci sözümüz isə günahını keçmək idi. Yəni, deməli, ona uyğun olaraq birə olacaq A variantı, çünki otağa keçmək həqiqi mənadadır. Birdə olacaq A, birdə olmayan variantları çıxarsam D gedir, A gedir və Y gedir. B-yə baxaq. Kontekstə görə bağışlamaq sözünün qarşılığıdır. Bəli, bu 2-yə gedəcək, çünki ikincidə deyirdi ki, yəni səni keçirik. Deməli, 1-ə A, 2-yə B, hələ ki variantlarımın elə eyni gedir. C-yə baxaq. Maşınlar bir-birini sürətlə ötürdülər cümləsində sözün kontekstə görə qarşılığı işlənmişdir. Buradakı ötür sözü əslində keçir sözü ola bilər. Ancaq, yəni mətndəki kontekstə uyğun deyil. Yəni bu otağa keçir sadəcə olaraq, yəni. Amma burada da maşınlar bir-birini keçir, yəni ötür mənasında. Yəni eyni kontekst kimi işlənməyib. Ona görə də C ümumiyyətlə heç birinə getməyəcək. Buna baxanda C də gedir əslində.
Cavabımız qalır burada B variantı. Amma davam edək. Məcazi mənadadır. Bəli, bu da günaha keçməyə gedəcək. 2-yə BD, 1-ə A-dır hələ ki. Y-də baxaq. Əlindəki sənədlərə baxa-baxa kabinetə girdi cümləsində sözün qarşılığı var. Bəli, yəni kabinetə keçdi mənasında. Yekun bir daha deyirəm. Deməli, 1-ə olacaq A-Y, yəni otağa keçmək olacaq həqiqi məna və əlindəki sənədlərə baxa-baxa kabinetə girdi. 2-yə də olacaq B və D, yəni kontekstə görə bağışlamaq sözünün qarşılığıdır və məcazi mənadadır. Bəli, cavabımız olacaq B variantı. Növbəti sual. Hüseynqulu obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Teatra olan həvəsi işini itirməsə səbəb olur. Xeyr, belə bir şey yox idi. Yəni ümumiyyətlə orada onun səbəbi verilmir. Ona görə də bir səhvdir. Deməli, buna uyğun olaraq A-nı çıxardıram və Y-ni çıxardıram. Qohumların nəsihəti müəyyən məqamda onda tərəddüd yaradır. Bəli, bu doğrudur. Ümumiyyətlə tərəddüd nə deməkdir? Yəni iki şeyin arasında qalır, yəni seçim qarşısında qalır və burada həqiqətən də elə idi o. Yəni çox fikirləşirdi, düşünürdü ki, yəni bu işin axırı necə olacaq. Ona görə 2 doğrudur. 2-ni götürəcəm. 3-ə baxaq. Xeyriyyə işində iştirak edir. Bəli, orada çünki o teatr onsuz da xeyriyyə üçün təşkil olunmuş bir teatr idi. Deməli 3 də doğrudur. 2, 3. Cavabımız olacaq D variantı. 4-ə də baxaq. Doğulduğu mühitin davranış normalarına uyğun hərəkət edir. Xeyr, bu yanlışdır. Çünki o əgər mühitin normalarına uyğun hərəkət etsəydi, ümumiyyətlə elə qohumların sözündə elə o geri çəkilərdi. Lakin o tərəddüddə qalır və daha sonra Nərimanovun sözlərindən sonra artıq fikrini qətiləşdirir. Ona görə də yəni 4 yanlışdır. Növbəti suala baxaq. Mətndə sizən Eyler-Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Deməli, qohumların fikirlərində əksini tapır, Nərimanovun fikirlərində əksini tapır. Yanlışları seçəcək, yəni bunu özünüz üçün də dairələyin ki, yəni gözünüzün qarşısında olsun. Təhsil almağa qarşı mənfi münasibət. Bəli, bu doğrudur. Yəni qohumların fikirlərində belə bir şey var. Bir doğrudursa, yəni məndən yanlış fikir istədiyinə görə, yəni bir olan variantları çıxacağım. A və B gedir. 2-yə baxaq. Öz yolu ilə irəliləmək istəyən gəncə məsləhət. Bu doğrudur. Çünki onun qohumları ona deyir ki, yəni bu işdən əl çək, yəni düzgün yolundan get. Bu doğrudur. Lakin bu fikir ortaya getməlidir. Çünki Nərimanov da ona məsləhət görür ki, yəni o bu işlərdən vazgeçməsin və sonuna qədər davam etsin. Ona görə də 2 yanlışdır, ortaya getməli idi. Belə baxdıqda yəni D də gedir. Sonra davam edək. İnsanın öz əməlləri ilə xalqda özünə qarşı münasibət formalaşdırması. Deməli, bu nə deməkdir? Yəni, öz əməlləri ilə xalqın gözündə bir xüsusiyyətin formalaşması. Yəni, bu o deməkdir ki, deməli, qohumların gözündə yəni Hüseynqulu yaxşı insan deyildi, yəni qeyrəti olmayan bir insan idi. Yəni, xalqın gözündə Hüseynqulu o formada formalaşmış bir insan idi. Ancaq Nərimanovun gözündə isə, əgər yəni Hüseynqulu bu işin dalınca davam etsə, yəni gələcəkdə hamı ona təşəkkür edəcək. Yəni, o cəhətdən 3 də doğrudur. Yəni, hər ikisinin fikirlərində bu öz əksini tapır. 4-ə baxaq. Xalqın gözünün açılacağına inan. Bəli, bu doğrudur. Yəni, bu Nərimanovun fikirlərində var. Deməli, 4 doğrudursa, C də gedir. Cavabımız olacaq Y variantı. 5-də deyir ki, ehtiyatlı davranmağa çağırış. Xeyr, bu Nərimanovun fikirlərində ümumiyyətlə bir fikir yoxdur. Ona görə cavabımız olacaq Y variantı. Növbəti sual. Mətndə sizdən klasteri tamamlayan fikirləri müəyyən edin. Deməli, Nəriman Nərimanov rejissor özü verib. Aktyordur, xeyr, yəni aktyor deyildi. Sadəcə olaraq yəni orada dramaturqdur. Ona görə də deməli bir olan variantları çıxardıram. A və Y gedir. 2-yə baxaq, alimdir, xeyr, onunla bağlı bir fakt yoxdur orada. Ona görə B ilə C də gedir. Cavabımız qalacaq D variantı. 3-də deyir ki, maarifpərvərdir. Maarifpərvər o deməkdir ki, yəni təhsil yönümlü insan. Deməli, 3 doğrudur. 4-də dramaturqdur. Bəli, ümumiyyətlə teatr əsəri yazan insan dramaturq sayılır. 3-4. 5-ə də baxaq, naşirdir, xeyr. Naşir ümumiyyətlə, yəni kitab çapı ilə məşğul olan insan kimi, yaxud da mətbuat orqanı kimi başa düşülür. Ona görə də cavabımız olacaq D variantı. İndi başlayaq açıq suallara. Əvvəlində işarə qoymuş ifadələrin kontekstə sizə mənasını müəyyən edib yazın. Gəlin həmin sözlərə baxaq. Əvvəlində işarə qoymuş sözlərə baxaq. Deməli, ağzım yanandan sonra biri buradadır. Daha sonra ağız açmaq olmazdı, biri burada. Kefimə soğan doğradı, biri də burada. Gördüyünüz kimi bunların hamısı frazeoloji birləşmələrdir. Ümumiyyətlə, frazeoloji birləşmələr həmişə mətnə düşən mövzulardan biridir. Əgər frazeoloji birləşmənin mənasını başa düşmürsünüzsə, o zaman çalışın, kontekstə görə onu tapmağa çalışın. Yəni, həmin hissəni çoxlu-çoxlu oxuyun. Çoxlu-çoxlu oxuyun ki, yəni görün orada o söz hansı mənanı ifadə eləyə bilər. Məsələn, burada deyir ki, gəmidə və tikintidə çalışdığım işlərdə ağzım yanandan sonra özümə uyğun iş tapa bilmirdim. Yəni, ağzım yanandan sonra nə deməkdir? Yəni, deməli, burada nəsə bir çətinlikdən, bir problemdən danışır. Yəni, nəsə burada yəni, çətinlik yaşanmaq, yəni uğursuz olmaq, işi düz gətirməmək, yəni bu tipli mənada işlənir. Yəni, əgər istəsəz, həmin sözün mənasını tapa bilərsiniz, yəni kontekstə görə, yəni dəfələrlə oxuyub, bir məntiq quraraq tapa bilərsiniz, yəni əgər heç cür yaza bilmirsinizsə.
Ona görə də yəni buna qarşılıq olaraq yaza bilərsiniz ki, yəni işi düz gətirməmək, uğursuz olmaq, xeyir görməmək, fəaliyyətə pis nəticələnmək və s. İkincidə isə ağız açmaq olmazdı. Deməli cümlədə necə deyir? Kişi paltarlarını birtəhər tapdım. Qadın paltarlarından ötürü kimsəyə ağız açmaq olmazdı. Yəni kimsədən xahiş etmək olmazdı. Yəni burada o mənada istifadə olunur. Yəni xahiş etmək, dil tökmək mənasında istifadə olunur. Daha sonra isə kefmə soğan doğradım. Kefmə soğan doğradı, yəni deyir ki, tamaşanın uğurla keçməsi, ilk dəfə səhnəyə çıxmağı məni sevindirsə də, evdə abrımı almaları kefmə soğan doğradı. Yəni qanım qaraldı, kefim pozuldu, yəni dilxor oldum, pis oldum mənasında işlənir. Ona görə də yəni həmin bu ifadələri qarşılıq olaraq bu dediklərimi yaza bilərsiniz. Bir daha qeyd edirəm, əgər frazeoloji birləşmələri mənasını heç cür başa düşmürsünüzsə, çalışın həmin frazeoloji birləşmənin olduğu cümləni, ondan sonraki cümləni də, bir də ümumi mətnin məzmununa əsasən bir şeylər tapmağa çalışın. Çünki yəni bundan qaçış yoxdur. Frazeoloji birləşmələr tez-tez düşən mövzulardan biridir. Deməli, növbəti suala baxaq. Altdan xətt çəkilmiş cümləni mətnin səciyyəvi üslubi xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yenidən yazın. Nə demək istəyir? Deməli, mətnin özü bədii üslubdadır. Və nə deyir? Bizə mətnin səciyyəvi üslubi xüsusiyyətlərinə uyğun olaraq. Yəni, bədii üslubi xüsusiyyətləri nələrdir? Obrazlılıq, emosionallıq, məcazilik. Yəni, əsasən biz burada məcaziliyə yönələcəyik. Və biz bir neçə dənə məcazi mənalı söz ya da ifadə əlavə edərək cümləni zənginləşdirəcəyik. Amma bir şey qeyd edeyim ki, belə suallarda cümləni dəyişdirməyin. Sadəcə olaraq hansı hissəni məcazləşdirmək istəyirsinizsə, o hissəyə sadəcə olaraq kiçik bir məcazi bir ifadə əlavə edin və salam. Arxası eyni qalsın. İndi gəlin həmin cümləyə baxaq. Deməli, cümləmiz belədir. 2 gün bu sözlərin təsirli fikri dolaşdım. Deməli, bura nə əlavə eləyə bilərik? 2 gün bu ağır sözlərin təsirli fikri dolaşdım. 2 gün bu kəskin sözlərin təsirli fikri dolaşdım. Və yaxud da digər tərəfə əlavə etmək olar. 2 gün bu sözlərin təsiri ilə ruh kimi dolaşdım, xəyal kimi dolaşdım, ola bilər. Ya da məsələn, 2 gün bu bıçaq kimi sözlərin təsirli fikri dolaşdım və s. Yəni çalışın ki, yazdığınız məcazi mənalı ifadələr ən azından işlənən ifadələr olsun. Yəni tamamilə əlaqəsiz, necə gəldi yazmayın. Yəni sırf məcazi mənalı bir şey yazmaq xatirinə yazmayın. Çünki dim oradan bal kəsir. Ona görə də çalışın çox da uzun olmayan, qısa, yəni işinizi sağlam tutun. O cəhətdən çalışın ki, kiçik sözlər yazın. Yəni uzun-uzadı, yəni anlaşılmayan, qeyri-adi, fərqli məcazi mənalı ifadələr yazmayın ki, din bunu bəyənsin, amma əslində onlara bal vermirlər. Ona görə çalışın reallığa uyğun məcazi mənalı ifadələr yazın. Növbəti sual. Deməli, belə bir cədvəl verilib, belə cədvəlin içində də doğru cavablar yazılıb, elə biz onun üzərindən təhlil eləyək. Deməli, təbliğ olunur, tənqid olunur. Təbliğ olunur nədir? Təbliğ olunur idi, yəni müsbət keyfiyyətlərdən yazacağıq, tənqid olunursa mənfi keyfiyyətlərdən yazacağıq və daha sonra onu doğru şəkildə əsaslandırmaq lazımdır. Yəni, hansı keyfiyyəti yazmısınızsa, hansı xüsusiyyəti yazmısınızsa, ona uyğun əsaslandırma verməlisiniz. Deməli, burada Dimin özü cavablarda verib maarifçilik. Maarifçilik, bəli, orada var idi ki, Nərimanovun həm son hissədə olan fikirlərindən yaza bilərsiniz, həm də burada yəni gələcəyə doğru yönələn teatr yaratmaq həvəsi var idi ki, yəni teatr yaratmağın özü də maarifçiliyə yönələn bir xüsusiyyəti idi. Yəni bunlardan yaza bilərsiniz. Daha sonra yardımsevərlik, bəli, yardımsevərlik burada var idi ki, orada kasıb tələbələrə dəstək olma məqsədi ilə onsuz da bu teatr təşkil olunmuşdu, ondan yaza bilərsiniz. Biganə olmamaq da elə bununla bağlıdır ki, yəni orada kasıb uşaqlara yardım məqsədi ilə təşkil olunmuşdu. Xeyirxahlıq da elə həmçinin, maarifpərvərlik də elə bayaq dediyim kimi, təhsil almaq da bəli elə həmin kimi. Çünki oradakı yoxsul tələbə təhsil ala bilmirdilər, pulları çatmırdı ona görə. Yəni onunla bağlı yaza bilərsiniz. Teatr sevərlik, bəli, ümumiyyətlə mətnin ümumi məzmununda da zaten biz bunu bilirik ki, mətndə əsas məsələ, məqsəd, yəni teatr yaratmaqla əlaqəli idi. Ona görə bunları yaza bilərsiniz. Tənqid olunur hissəsində isə cəhalət, cahillik, yəni geridə qalmışlıq, mühafizəkarlıq yaza bilərsiniz. Onlara uyğun olaraq da orada Hüseynqulu xanın, yəni ailəsi ilə qarşılaşdığı problemlərdən yaza bilərsiniz ki, burada da qeyd olunub ki, Hüseynqulunun qohumları ondan təhsildən teatrdan əl çəkməsini tələb edirlər və s. Yəni hansı keyfiyyəti yazırsınızsa, ona uyğun bir əsaslandırma verməlisiniz. Yadda saxlayın ki, əsaslandırma xüsusiyyətdən daha önəmlidir. Növbəti sual. Mətndə çərçivəyə alınmış cümləni uyğun düzəlişlər, yalnız qüsurlu məqamlarda etməklə yenidən yazın. Deməli, cümləmizə baxaq. Deməli, cümləmiz buradadır. Bir dəfə axşamüstü evimizə səmtlənərkən mənim kimi teatr həvəs bəsləyən bir neçə gənclə rastlaşdım. Deməli, burada nə var? Əvvəla deyim ki, bu sual normalarla bağlı olan bir sualdır. Yəni, leksik normanın pozulmasıyla bağlı sualdır. Keçən də var idi bu sual. Deməli, burada baxıram ki, yanlışlıq nədədir?
Bir dəfə axşamüstü evimizə səmtlənərkən, yəni burada səmtlənərkən ifadəsi yanlışdır. Deməli bunu dəyişdirmək lazımdır. Yəni evimizə gedərkən, evimizə yollanarkən, evimizə üz tutarkən ola bilər. Daha sonra isə mənim kimi teatra həvəs bəsləyən bir neçə gənclə rastlaşdım. Bir də burada həvəs bəsləyən yox, həvəsi göstərən, həvəsi olan tipli ifadələrlə əvəz edə bilərsiniz. Ancaq bu sualla bağlı bir şey qeyd edeyim ki, sadəcə olaraq səhv olan məqamları düzəldin. Yəni əlavə digər şeyləri dəyişdirməyin. O zaman balınız kəsiləcək, yəni tam bal ala bilməyəcəksiniz. Ona görə də cümləni diqqətlə oxuyun və səhv məqamları doğru tapın və onu doğru şəkildə dəyişdirin. Növbəti sual. Deməli, ehtimal edilən doğru cavab variantları. Deməli, sualımız belə idi ki, burada Hüseynqulu qohumların gözündə necə biridir, Nərimanovun gözündə necə biridir? Elə cavablar burada qeyd olundu. Belə biz onun üzərindən təhlil eləyək. Deməli, qohumların gözündə Hüseynqulu tənbəldir, tüfeylidir, avaradır, səfildir. Bəli, doğrudan da belə idi. Çünki qohumları eyni zamanda onun dostu da hətta ona deyirdi ki, yəni sən boş bikar gəzirsən, avarasan, veyillənirsən. Hətta onu işinə geri qaytarmağa da çalışırdı, ancaq Hüseynqulu razılaşmamışdı. Eyni zamanda qohumlarının gözündə də yəni boş işlərlə məşğul olmuş kimi idi. Ona görə də yəni hətta onu orada yəni deyirlər ki, sən özünə yığılmasan, yəni bizim sən adda qohumumuz yoxdur. Sən ən yaxşı get ibadətlə məşğul ol, məsciddə otur və s. Deməli Hüseynqulu utanmazdır. Bəli, bu da doğrudur. Çünki o deməli öz ailəsində olan qadınların paltarlarını götürdüyünə görə ona elə deyirlər. Daha sonrası elə abırsızdır, qeyrətsizdir. Bəli, elə bu da onun kimi. Deməli, burada əsaslandırma istəməyib, amma əgər əsaslandırma istəsə sabah və eyni zamanda apreldə olan imtahanlarda, yəni yazdığınız xüsusiyyətə uyğun əsaslandırma da verəcəksiniz. Nərimanovun gözündə Hüseynqulu necə insandır? Mübarizdir. Mübariz o deməkdir ki, yəni sözündən dönməyən, yəni istədiyi şeyi etməyə davam edən, yəni əzmli biri. Deməli, əzmkar da yazılıb, mətindir. Mətin yəni dözümlü insan. Sonra dönməzdir, əqdəlidir. Ondan əlavə siz yaza bilərsiniz, məqsədlidir. Daha sonra əzmlidir yaza bilərsiniz. Bəli, iradəlidir yaza bilərsiniz və s. Bugünlük bu qədər. Sabahki imtahanda uğurlar arzu edirəm. İnanıram ki, sabah hamı yaxşı yazacaq imtahanı. Və eyni zamanda bu videodan həm sabah imtahan verəcək olan abituriyentlər, eyni zamanda aprel ayında imtahan verəcək olan 9 sinif şagirdləri və eyni zamanda məzunlar yararlana bilərlər. Bugünlük bu qədər, sağ olun. Videonun bu hissəyə qədər baxdığınız üçün təşəkkür edirəm.